Baxaq həndəsi silsilər mövzusuna birinci sualdan başlayaq. Həndəsi silsilədə B3 bərabərdir 6, B3 bərabərdir 6, B4 bərabərdir 12. Olarsa silsilə vuruğunu tapın. Q-nü tapmaq üçün Q bərabərdir BM böl BM minus 1 üstündən istifadə eləsək, burada B4 bölünsün B3. O da bərabərdir 12 bölünsün 6 bərabər olacaq 2-yə. B bəndi. İkinci suala baxıram. Yenə silsilə vuruğunu tapın. Yenə yuxarıdakı düstur Q bərabərdir. Bu səfər də olacaq B5 böl B4-ə. O da eləyəcək 20 böl 5, yəni 4. C variantı. Üçüncü suala baxıram. B1 162, B2 54 və həndəsizdən 6-cı ədəni tapın. Yəni B6-nı istəyir. B6-nı yazıram. B6 bərabərdir. B1 vur Q-nün üstündə 5 kimi. B1-imiz var 162. Vur Q-nü tapmalıyıq. Q üçün yazıram. Q-miz nəyə bərabərdir? B2 böl B1-ə. O da bərabərdir. Üst hissəni silək. Buradan yazaq. Deməli, Q bərabərdir B2 böl B1-ə. O da bərabərdir. B2-miz 54 bölünsün 162. O da eləyir, deməli, 3-də 1. 3-də 1. Q 3-də 1 isə bunu gətirib təzən yuxarıdan. B6 bərabərdir. B1 vurulsun Q üstə 5. B1-imiz 162 vurulsun 3-də 1-in üstündə 5. O da 162 vurulsun. Deməli 243-də 1. 81 xısra gedir 2, 81 xısra gedir 3. Olacaq 3-də 2 A bəndi. Üçüncü sualda da A bəndi oldu. Keçirəm dördüncü suala. Dördüncü sualda yine bu sualdandır. Deyir ki B1 48, B2 24 olarsa B-nin həndəsindən 8-ci ədini tapın. Yəni B8-i istəyir. Yenə yazıram. B8 bərabərdir. B1 vur Q üstə 7. Buradan da yəni düsturun bir şəkildə belədir. B-nin bərabərdir. B1 vurulsun Q üstə N çıx 1. Bu düstur həndəsizlə ilk N-ci əhəd düsturudur. Yəni ədədi silsilədə A-N olan kimi həndəsi silsilədə B-N düsturu. B-N bərabərdir. B1 vurulsun Q üstə minus 1 düsturudur. Burada da 1 ilə N minus 1-in cəmi bizə N-i verir. Yəni B8 deyirliyə 1 ilə 7-in cəmi bizə 8-i verməlidir. Q-nü tapıram. Q-müz bərabərdir B2 böl B1-ə. O da eləyir 24 böl 48 eləyir 2-də 1. Q-müz 2-də 1-dir. Gətirib üstə yenə yazıram. B8 bərabərdir. B1 vur Q üstə 7. B1-imiz bizim 48 vurulsun 2-də 1-in üstündə 7. O deyir 48 vur 128-də 1. O da xısar 16 xısar gedir 3. 16 xısar gedir deməli 7. Deməli olacaq neysə 8. O deyir 8-də 3, yəni D variantı. 4-də də oldu D. Keçirəm 5-ci suala. Beşinci sualda da deyir ki B1-imiz 2, Q-müz kök 5 olarsa B3-ü tapın. B3 bərabərdir B1 vurulsun Q kvadratı. Yəni BM bərabərdir B1 vur Q üstə M minus 1 düsturuna əsasən. Bu deyir 2 vurulsun kök 5-in kvadratı 10. Burada da 1 ilə 2-nin cəmi 3-ü verməlidir. Keçək 6-cı sual. 6-cı sualda deyir ki, sonsuz həndəsizlikdə Q bərabərdir 3-də 2, S bərabərdir 30. Olarsa B1-i tapın. Sonsuz həndəsizliklərin cəm düsturu var. S M bərabərdir. S M bərabər B1 bölünsün 1 minus Q üstə N. Daha doğrusu 1 minus Q.
Burada əslində en yazılmır. Yəni sonsuz həndəsizlə deyəndə, yəni orada məlum deyil də, sonsuz şəkildə azalır. Yazıram. S-imizə 30 verib. 30 bərabərdir. B1 bölünsün 1 minus könü yenə 3-2. Buradan da B1 tapsaq 30 vur. 3-də 1. O da olur 10. Yəni C variantı. 7-ci suala baxıram. Yenə eyni düsturla yazacağıq. Yəni S bərabərdir. B1 bölünsün 1 minus kölüsünü istifadə edəcəyik. 7-ci sualda S-in yenə 24 bərabərdir. B1 bölünsün 1 minus könü yenə 3-də 1 var. Buradan da B1 bərabərdir. 24 vur 3-də 2. Bu da eləyəcək 16. Yəni B bəndə. Keçirəm 8-ci suala. Yenə S bərabərdir. B1 bölünsün 1 minus Q. Bizdən sislə cəmini istəyir, yəni S istəyir. B1 var, Q var, S istəyir. B1'imiz bizim 10'da 9 bölünsün 1 minus 10'da 1. Q'nun yenə də 10'da 1. Bu da 10'da 9 böl 10'da 9 eləyəcək 1. Yəni E bəndə. 8-ci sualda. Keçək 9-cu suala. 9-cu sualda. Yenə sonsuz həndəsizlə cəmini istəyir, eyni düstur. Deməli, S bərabərdir B1 bölünsün 1 minus Q'ya. B1'imiz 2'də 1 bölünsün 1 minus 4'də 1'ə. O da 2'də 1 bölünsün 4'də 3'ə. O da 2'də 1 vur 3'də 4'ə. Eləyəcək, deməli 3'də 2. D variantı. 10-cu sualda yenə bizə deyir ki, sonsuz azalan həndəsizlərin cəmini tapın. 10-cu sual. Buranı silirəm, yazıram. 3, 2, 3'də 4, 9'da 8. Buna baxsaq, burada Q'nu tapsam, Q bərabərdir B2 böl B1'ə. B2 böl B1'ə. Yəni 2 böl 3'ə. Deməli Q'müz 3'də 2'dir. 3'də 2'dir. B1'imiz bilirik ki 3'dür. Q'müz 3'də 2'dir. Və sonsuzla həndəsizlərin cəmini üstünəsi. Yenə cəm S bilirik ki B1 bölünsün 1 minus Q üstünə hesablanır. S bərabərdir. B1 böl 1 minus Q. B1'imiz 3'də 2 bölünsün 1 çıx. Daha doğrusu B1'imiz deməli B1'imiz 3'dür. 3 bölünsün 1 minus Q'müzdə 3'də 2. O da 3 bölünsün 3'də 1 olacaq 9. Deməli sonsuz həndəsizlərin cəmi oldu 9. D variantı. 11-ci suala baxıram. 11'i yazın. 11'də. Yenə sonsuz həndəsizlərin cəmini istəyir. Yenə yazıram. B1'imiz 36. B2'miz 6'da. Q'müz bərabərdir. B2 böl B1'ə. Yəni 6 böl 36'ya bu deyir 6'da 1. Q oldu 6'da 1. Yəni tapaq cəm düsturunu. S bərabərdir. B1 bölünsün 1 minus Q. B1 36 bölünsün 1 minus 6'da 1. O da 36 bölünsün 6'da deməli 5. Bu deyəcək 5'də 36 vur 6. Yəni 5'də 216, bu da 10'da bizə verir 432. Yəni 43 tam 10'da 2. E bəndi. 12-ci suala keçirəm. 12-ci silək buranı. 12-ci sual. Deyir ki, birinci həddə 4 yazıram. B1 bərabərdir 4. Üçüncü həddə 16. B3 bərabərdir 16. Olan həndəsizlə ikinci ədədini tapın, yəni B2'ni tapın. B1, B2, B3. Ardıcıl hədləri olanda, ədədi sislərdə necə ortada, ardıcıl olanda ortadakı digər ikisinin deməli cəmin yarısıydı. Bu həndəs sislərində bu şəkildə yazın. Deməli B5, məsəl üçün B6. Buradan yazıram. B2'nin kvadratı bərabərdir. B1 vur B3. Bu şəkildə olur. Məsəl üçün bu hissəyə baxsam, B4'ün kvadratı bərabərdir B3 vur B5. Və yaxud da B4'ün kvadratı bərabərdir
B2 vur B6. B2 vur B6 da yaza bilərik. Burada yenə qayda necədir? Deməli, burada qayda yenə belədir ki, B1, B2, B3. Burada 2 bərabərdir 1 üstə gəl 3 bölü 2. Ədəd silsilədə kimi bu şərti ödəyəndə bu düstur doğrudur. Yaxşı. Yazıram. Yəni BN-in kvadratı bərabərdir BN minus K vurulsun BN plus K. Ümumi şəkildə də belə. Sıxmadı bura. Deməli, BN-in kvadratı bərabərdir BN minus K vurulsun BN plus K. Ümumi şəkildə də belə yazılır. Deməli, buradan da B2-miz neçədir bizim? B2 yoxdur. B1-imiz 4 vur 16. 4 vur 16. Buradan da B2'nin kvadratı bərabərdir 64'də. B2 bərabərdir 8 oldu. B2 8, yəni müsbət mənfi 8. B2 oldu, bərabər oldu müsbət mənfi 8'e. Yəni A bəndi. 12, 12'e seçək. 12, 13'də də deyək, ikinci ədri 3. Yəni B2'miz bərabərdir 3. Dördüncü əddi 27. B4 bərabərdir 27. Həm də sizə üçüncü ədini tapın, B3'ü tapın. Yenə eyni sual. B3'ün kvadratı bərabərdir B2 vur B4. Burada da 2 ilə 4 toplasaq 6, 2'ye bölsək 3'ü verir. Yenə yazıram. B2'miz 3 vur 27. Bu deyir 81. Onda B3'ün kvadratı 81'dirsə B3'ümüz də olur müsbət mənfi 9. Yəni buradan da E bəndi çıxır. Və 14-cü sualı yazıram. 14'də deyir ki, B6 96'dır. Q2 olarsa B4 tap. B4'ü tapmaq üçün belə yazıram. B6 bərabərdir B4 vurulsun Q kvadrat. B4 vur Q kvadrat. Bu şəkildə yaza bilərik. Çünki 4 ilə 2 cəmi 6 verir. B6 96 bərabərdir B4 vur 2'nin kvadratına. Buradan da B4 bərabərdir 96 böl 4'ə. Olur, yəni 1, 2, 28. Daha doğrusu 24. 24. Bizdən də B4 sorsa 24 C bəndi. Keçirəm 15-ci suala. Silim təmizləyək. 15. Yenə B5'i tapın deyir. B5'imiz tapmaq üçün, deməli, əlimizdə B1 Q var, B5 tapmaq üçün. B1 ilə Q'ya əsasən yaza bilərəm. B1 vur Q üstə 4 kimi. Çünki B1 və Q var verilənlərdə. 3 vur 2 üstə 4. Bu da 3 vur 16 olacaq 48. Deyə bəndə. Sonra 16-cı sualda. Deməli, B2 bərabərdir mənfi 6 var. B3 bərabərdir 18 var. B3 18 var və B5 istəyir. B5 istəyir. Buradan necə yaza bilərəm? B5'i yazsam, B5 bərabərdir. B2 və B3'dən birini istifadə edir. Məsələn, B3 istifadə edirəm. Vur Q kvadrat. Burada nə lazımdır? Bizə Q lazımdır. Q'nu da tapmaq üçün bu ikisindən Q'nu tapa bilərəm. Q bərabərdir B3 böl B2. Arzulananlar. Sağdakı hədd soldakı həddə bölünür. 18 böl mənfi 6, o da olur mənfi 3. Deməli, Q'miz mənfi 3'dür. Gətirib yenə yazıram. 18 vur mənfi 3'ün kvadrat. O deyir 18 vur 9, 162. C variantı. Deməli, yazıram 17-ci sualı. 17-ci sualda deyir ki, B3, 4, Q3 olarsa B5 tapın. B5 bərabərdir. Bizim əlimizdə var B3 ilə Q. Bunlardan istifadə edək. B3 vur Q-nin kvadratı. Kimi yazırıq B5'i. 4 vurulsun 3'ün kvadratı. O deyir 4 vur 9, yəni 36. 18-ci sualı yazıram. 2'də 1. 1, 2, 4. Həndəsizsən də B8'i tapın. Ümumiyyətlə biz bilirik ki, həndəsizlə hədlər deməli, hasil şəklində gedir. Burada Q'nu tapam. B1'imiz bizim 2'də 1'dir. B2'miz bizim 1'dir. Q'nu tapsam Q bərabərdir B2 böl B1. O deyil 1 bölünsün 2'də 1 olacaq 2.
Q-nü tapdıq 2. Q2-dirsə bizdən B8 istəyir. B8 bərabərdir. B1 vurulsun Q-nün üstündə 7. B1'miz də 2'də 1 vurulsun. Vurulsun. Q-miz də 2'dir. 2'nin üstündə 7. 64. Yəni B bəndi. 18'də də B bəndi. Keçirəm 19-cu suala. Deməli, 19-cu suala baxaq. Ardıcılıqda hansı həndəsi silsilədir? Burada baxaq. Məsələn, 1A bəndini yoxlayıram. B1'i tapsam, 2 üstə gəl 3'ün üstə 1. Bu da eləyir 5. B2'ni tapsam, 2 üstə gəl 3'ün kvadratı olacaq 13. 11 daha doğrusu 11. B3'ü tapsam, 2 üstə gəl 3'ün kubu, bu da eləyəcək 29. İndi Q-nü tapıram. Bu ikisinə əsasən Q-nü tapsam, olacaq Q B3 böl B2, yəni 29 böl 11. B1 ilə B2 əsasını tapsam, Q olacaq 11 böl 5. Baxırıq ki, Q-lər fərqlidir. Deməli, bu həndəs silsilə deyil. B bəndini yoxlayıram. B bəndində baxıram. Deməli, B1 bərabərdir 2 vur 3 üstə 1 olur 6. B2 bərabərdir 2 vur 3'ün kvadratı olur deməli 18. B3 bərabərdir 2 vur 3'ün kubu olur 54. Yəni burada 3 dənəsini yoxlamaq kifayətdir. Birinci bu ikisini əsasən Q-nü tapsam, bilirik ki, Q B2 böl B1'də 18 böl 6 olacaq 3. Sonra B2 ilə B3 əsasən Q-nü tapsam, B3 böl B2 olur, yəni 54 böl 18 3. Baxırıq ki, Q-nün qiymətləri bir-birinə bərabər, deməli bu həndəsi silsilədir. Olacaq B variantı. 20-ci suala baxıram. 20-ci sualda həndəs sizdən birinci əddən istəyir. 5 var, Q var və birinci əddən istəyir. B5 bərabərdir. B1 vurulsun, Q üstə 4 yazarıq. 9 bərabərdir. B1 vurulsun, 3 üstə 4. Buradan da B1 bərabərdir. 9 bölünsün 81. O da eləyəcək 9'da 1. Deməlidir. 21-ci suala baxıram. Deməli, 21-ci sualda deyir ki, 7, 14 və x. Həndəs silsilənin ardıcıl hədləri olarsa x-i tapın. Biz bilirik ki, ardıcıl olanda demişdim ortadakı 14 bərabərdir. 14'ün kvadrat bərabər digər ikisinin hasilinə. Yəni, burada necə yazırıq? B2 bərabərdir. B2'nin kvadratı bərabər B1 vur B3. Yəni, burada da bizim B1'imiz 7'dir. B2'miz 14'dür. B3'ümüz də x-dir. Və burada 1 ilə 3'ün də cəmi 2'ni verməlidir. Aha. İndi 14'ün kvadratı bərabərdir 7 vur x-a. Buradan da hesablasaq. 14 vur 14'ü 7'yə bölsə olacaq 28. Sonra 22-ci suala baxıram. 22-ci sualda deyir ki, yenə silsilə verib 5, 10 və x. B1'imiz 5, B2'miz 10, B3'imiz x. Yəni ardıcıl hədlər olduğuna görə bu şəkildə yazdıq. X-i tapın deyir. Yenə ortadakı, yəni B2'nin kvadratı bərabərdir. B1'imiz 5, vurulsun B3'imiz x. Yenə 100'ü 5'ə bölsə x olacaq 20. X olar 20. Keçirəm 23-cü suala. 23-cü sual. 23-cü sual deyir ki, B2 6, Q3 olarsa ilk 5 həddən cəmini tapın. Yəni S5'i tapın deyir. Bunun düsturu var həndəs hissədə. Həndəs hissədə ilk həddən cəmi düsturu var. Sn bərabərdir. B1 vurulsun Q üstə N çıx 1 bölünsün Q çıx 1. Bu şəkildə. Deməli, bu ilk ədədin düsturudur. Biz bayaq yazmışdıq. S bərabərdir B1 bölünsün 1 minus Q. Burada həm Sn yazmamışdıq. Bu sonsuz azalan həndəs silsilənin cəmidir. Amma ilk ədədin cəmi düsturu bu yazdığımız bu ifadədir. Sn düsturudur. İndi bizdən S5 istəyir. Gətirib S5'i yerine yazsam. S5 bərabərdir. B1 vurulsun Q-nün üstə 5 çıx 1 bölünsün Q çıx 1. Deməli, bu cəmi hesablamaq üçün bizə B1 və Q lazımdır. Buradan Q var deyə B1 tapıram.
B2 bərabərdir. B1 vurulsun Q ifadəsindən 6 bərabərdir. B1 vurulsun 3. B1 bərabərdir 2-yə. Deməli, B1-i də 2 tapdıq. İndi yazıram, yerinə yazıram. 2 vurulsun Q-müz üstü. 3-ün üstə 5 çıx 1 bölünsün 3 çıx 1. Buradan da olacaq 2 vurulsun 3 üstə 1 243. 243-dən 1 çıxan 242 bölü 2. 2-lər gedir, oldu 242. D variantı. 24-cü suala baxıram. Deməli, 24-cü sualda bu hissəni silək. Onun Q vurğunu tapın. Deməli, 7-ci əhədi var, 10-cu əhədi var. Bizdən Q-ni istəyir. Yazıram. B10 bərabərdir. B7 vur Q-nün kubu kimi. Buradan da 297 bərabərdir. 11 vur Q-nün kubu. Q kubu bərabərdir. 11-ə böləndə 2 dəfə 27. Q də bərabər olar 3-ə. Sonra eyni 25-ci suala baxıram. Buradan oldu B bəndi. Keçək 25-ci suala. 25-də yenə silsilə vurğunu istəyir. B7 bərabərdir. B5 vur Q-nün kvadratı kimi yaza bilərik. 72 bərabərdir. 18 vur Q-nün kvadratına. Q-nün kvadrat bərabər 4-ə. Q bərabərdir müsbət mənfi 2-yə. Olacaq A variantı 25-ci sualda da. Silirəm. Gəldik 26-cı suala. 26-cı sualda B10-u tapın deyir. Deməli, B10-u bizdə əlimizdə var. B7 ilə B4. B7 və B4-də əsasən yazıram. Məsələn, B7 vur. B7 vur. Deməli, əslində burada heç belə yaza bilərik. Deməli, indi yazdığımı göstərim. B10 bərabərdir. B7 vur Q-nün kubu kimi yazarıq. Bu ifadənin də Q-nü taparam. Amma biz bilirik ki, bir boyutla yazmalılar, bir də belə yazmalılar. B4 var 13. B7 var 39. B10-u tapın deyir. B10-u. Burada baxsaq, 10 ilə 4-ün cəminin yarısı bizə 7-ni verir. Yəni 7 ortadakıdır. Onda B7-nin kvadratı bərabər olmalıdır. B4 vur B10-a. Düzdür. Buradan da B7-nin kvadratı, yəni 39-un kvadratı bərabərdir 13 vur B10-a. Buradan da B10-u tapsam, 39-un kvadratına 39 vur 39 bölü 13. Bu 1, bu 3. 3 dəfə 9, 27, 2, 117. Deməli, 26-cı sualda da oldu A bəndi. 27-yə baxıram. 27-də. 27-də yenə silsilə vurğunu istəyir. B2 bərabərdir 10-a. B5 bərabərdir 25-2-yə. Burada silsilə vurğunu tapsaq, B5 bərabərdir B2 vur Q kubuna. Burada heç bu şəkildə yazmadan da elə bir dəfə yaza bilərik. Q kubu bərabərdir B5 böl B2-yə. Yəni Q bərabərdir B2 böl B1 yazırıqsa, 2-dən 1 çıxanda 1, Q-nün üstü 1 olur. 5-dən də 2-ni çıxsaq 3, burada 5-dən 2-ni çıxsaq 3, Q-nün kubuna gəlir. Yəni bunlar hamısı bir-birindən əlaqəlidir. Burada da olur B5-imiz 25-də 2 bölünsün B2-miz 10. Bu deyilir ki, deməli 125-də 1. Onda Q da olacaq 5-də 1. Q-miz də olur 5-də 1 B variantı. Keçirəm 28-ci suala. 28. 28-də də deyir ki, B5 bərabərdir. Deməli yazıram. B5 bərabərdir 7. B8 bərabərdir 56. Olarsa, həm də silsilə vurğunu tapın. Yəni bizdən Q-nü istəyir. Elə burada bir dəfə yazıram. 5 ilə 8-in arasında fərq 3-dür. Q-nün kubu bərabərdir B8 böl B5-ə. O da bərabərdir. 56 böl 7 olacaq 8. Q kubu 8-dirsə, Q-müz olacaq 2. Q-müz olacaq 2. Sonra 29-cu suala keçirəm. 29-da.
29'da B1 bərabərdir 108. Q bərabərdir -3-1. Olarsa B4 tap. B4 bərabərdir B1 vurulsun Q'nun kubuna. 108 vurulsun -3-1'in kubu. O da eləyir 108 vurulsun -27'də 1. Bununla bu gedir olacaq -4. 27'nin 4'ə vuranda 108 edir. 29'da da oldu D bəndi. Keçirəm 30-cu suala. 30-cu sualda da 16 üstəgəl 8 üstəgəl 4 üstəgəl 2 üstəgəl 3 nöqtə. Deməli, bunu yenə baxırıq ki, bu necə silsilədir? Sonsuz azalan həndə silsilədir. Həm baxırıq ki, silsilə azalır, həm də ki, sonsuz şəkildədir. Yəni, son həddi yoxdur. Bunda yazıram. B1'imiz 16'dır. B2'miz 8'dir. Q'miz də bərabərdir 8 böl 16. Yəni, B2 böl B1 olur 2'də 1. Q'miz 2'də 1'dir. Yəni, onda cəm düsturunu yazıram. B1 bölünsün 1 minus Q'ya. B1'imiz 16 bölünsün 1 minus 2'də 1. Bu deyəcək 32. Deməli, cəmi olacaq 32 D variantı. Keçirəm 31-ci suala. 31-ci sualda deyir ki, B1 var, B6 var. Silsilə vurğunu tapın. B1, 2, B6 64-dürsə, onda Q'nun üstündə 6'dan 1, 5 bərabərdir B6 böl B1 olacaq. 64 böl 2 bərabərdir 32'yə, Q üstə 5. 32-dirsə, Q də bərabərdir 2'yə. Sonra 32-ci suala keçirəm. 32-ci sualda. Deyir ki, birincidə arzu hansı həndə silsilədir? Burada yenə baxaq. 3n məsələn, birincini yoxlayıram. Birincini. X-n bərabərdir 3n. X1 bərabərdir 3. X2 bərabərdir 2 qoyun 6. X3 bərabərdir 9. İndi Q'nu yoxlayaq. Bununla bunun arasında Q bərabərdir 6 böl 3 olur 2. 2 ilə 3'ün arasında Q'nu da yoxlayanda 9 böl 6. Bu deyil 1,5. Demək, Q'lər fərqli olduğuna görə bu birinci həndəsi silsilə deyil. Keçirəm ikinciyə baxıram. İkincidə X-n bərabərdir 3'ün üstündə n. X1'imiz bərabərdir 3 üstə 1, yəni 3. X2'miz bərabərdir 3 üstə 2, yəni 9. X3'ümüz bərabərdir 3 üstə 3, yəni 27. Buradan baxsaq, bu ikisi arasındakı Q X2 böl X1 olacaq 3. Buradakı bu X2 ilə X3 arasındakı Q'ya baxsaq, 27 böl 9 olacaq 3. Baxırıq ki, bir-birinə bərabər, deməli, bu ikinci həndəsi silsilədir. Arzuqların hansı həndə silsilədir? Oldu ikinci A variantı, 32-də A. Keçirəm 33-ə. Yəni, deyir, arzuqların hansı həndəsi silsilədir? Bunu da siz eyni bu şəkildə qiymət verib yoxlayarsınız. Əslində, mən cavabı görürəm. Burada da 2 üstə mənfi n olacaq. Ümumiyyətlə, qüvvət şəklində olanda həndəsi soruşaqdır. X-n bərabərdir. B1 2'də 1 üstə n deməkdir. Yəni, X1 2'də 1'in üstə 1 olur 2'də 1. X2 2'də 1'in üstə 2 olur 4'də 1. X3 2'də 1'in üstə 3 olur 8'də 1. Baxsaq, bu həndə silsilə 2'də 1'ə vurmaqla davam eləyir. Yəni, silsilə fərqi olur burada 2'də 1. Daha doğrusu silsilə vurğu olur 2'də 1. Fərqi ədəd silsilədir. Həndə silsilədir, silsilə vurğudur. Silsilə vurğu olur 2'də 1. Yəni, X1 ilə X2 əsasən Q'nu tapsaq, 4'də 1, 2'də 1'ə böləndə qalır 2'də 1. X2 ilə X3-ə nəzərən Q'nu tapsaq, 8'də 1'i 4'də 1'ə böləndə yenə 2'də 1 eləyir. Q'lər bərabər olduğuna görə, deməli, burada da olacaq B bəndi. İkinci. Keçək. Deməli, 34. Deyir, arzuqlı hansı həndə silsilədir? Burada da yenə dediyim kimi həndə silsilədə silsilə vurğu var. Yəni, nəyəsə vurmaqla. Burada da baxan kimi B bəndində görürük ki, 6'nı 4'ə vuran 24, 24 4'ə vuran 96.
B bəndə 35-də deyir, hansı ədəsi istədi? Məsələn, burada da B bəndi olacaq. 35-də 35-ə baxaq. B-də deyil. 35-də də B olacaq. Çünki elə burada da 3-ü 4-ə vuranda 12, 12-ni 4-ə vuranda 48. Yəni eyni dəfə artır. Keçək 36-ya. 36. 36-da B7 3-dür. Yazıq hasili B5, vur B6, vur B7, vur B8, vur B9. Burada baxsaq şey. 6 ilə 8, 14, 2-yə bölünə B7. Deməli, bunun yerinə B7-nin kvadratı yazarıq. 5 ilə 9. Bu da 14, 2-yə bölünə B7. Deməli, bunun yerinə də B7-nin kvadratı yazarıq. Ortada bir dənə B7 var idi. Vurulsun. B6 ilə B8-in yerinə B7-nin kvadratı vurulsun. B5 ilə B9-un yerinə yenə B7-nin kvadratı. Burada oldu. B7-nin üstündə kvadrat, kvadrat, bir də 1. Olur 5. B7-nin üstündə 5. Bu şəkildə. O da bərabərdir. B7-miz neçə idi? Kök 3. Kök 3-ün üstündə 5. Bu da yazıram kök 3-ün üstündə 3. Var kök 3-ün kvadratı üstə 2. Daha doğrusu. Bu şey ya da belə yazaq. 4. Burada 4. Burada 1. Aha, bununla bu getdi. 9 kök 3. Olacaq 9 kök 3. C variantı 36-da. Getirəm 37-ci suala. Sualda yenə eyni qaydada B4 tapın deyir. Burada baxırıq B3 ilə B5, B8, 2 bölündə B4. B4-ün kvadratı yazaram. B2 ilə B6-ın yerinə də yenə B4-ün kvadratı yazaram. Yazıram B4-ün kvadratı vur, B4-ün kvadratı vur. Ortada bir dənə B4 var idi. O da eləyir B4-ün üstündə 5. Bu bərabər neçə? 243-ə. B4-ün üstündə 5 bərabərdir. 243-də 5, 3-ün üstə 5 deməkdir. 3-ün üstündə 5. Buradan da B4 olacaq 3. Sonra 38-ci sualı yazıram. 38-də. Deyir ki, B4 bərabərdir kök 3 olarsa onun ilk 7 həddin hansını tapın. Yəni B1 vur, B2 vur, B3 vur, B4 vur, B5 vur, B6 vur, B7. Bizdən bu hasili soruşur və B4-ün qiymətini verir. Yenə burada B3 ilə B5, B8, yəni 2-yə böləndə B4-ün kvadratı. 2 ilə 6, 8, 2-yə böləndə B4-ün kvadratı. B1 ilə B7 də B4-ün kvadratını verir bizə. Deməli, yazıram B4-ün kvadratı vur, B4-ün kvadratı vur, B4-ün kvadratı vurulsun. Ortada bir dənə də B4 var. Bu şəkildə. O da eləyir B4-ün üstündə 7. Və bizə də deməli bu cəm nəyə bərabərdir? B4-ün üstə 7. O da bərabərdir. B4-ü verib bizə kök 3-ün üstündə 7. Bu da eləyir kök üstə 7, kök 3 üstə 6 vur kök 3 kimi yazsaq. Olacaq 27 kök 3. D variantı. 38-də oldu D variantı. Gəlirəm 39-a. Deməli, baxıram 39-cu suala. Deyir ki, ilk 5 həddin hasilini tapın. Bu yenə eyni qaydada. B1 vur, B2 vur, B3 vur, B4 vur, B5. Burada. Yenə B3-ün qiymətini verir. B2 ilə B4, B3-ün kvadratını verir. B1 ilə B5 yenə B3-ün kvadratını verir. Burada da B3-ün kvadratı vur, B3-ün kvadratı vur. Ortadakı B3. O da bizə verir B3-ün üstündə 4, 5'i. B3'ün üstündə 5. Bu da B3'ümüz bizim kök 7'dir. Onun üstündə 5 olur ki, deməli 49 kök 7. 49 kök 7, yəni A bəndi. Keçirəm 40-cı suala. 40-cı sual. Həndə seçilən deyir ki, B7 çıx B1
B7 çıx B1 bərabərdə 18. Q bərabərdə 7 olarsa onun ilk 6 həddinin cəmini tapın. Yəni S6-nı istəyir bizdən. S6-nı. Buradan yazaq. S6-nın üstünü aşağıdan yazıram. B1 vurulsun. Q üstə 6 çıx 1 bölünsün Q çıx 1. Yəni ümumi düstur belədir. Sn bərabərdir. B1 vurulsun Q üstə N çıx 1 bölünsün Q çıx 1. N'in yerinə 6 yazında aşağıdakı ifadə yaranır. Onu silirəm. Deməli bizə nə lazımdır? B1 və Q lazımdır. Q'nin qiyməti var. Deməli biz B1'i tapmalıyıq. Bunu sadələşdirək. B7'ni yazıram. B1 vur Q üstə 6 çıx B1 bərabərdə 18'ə. B1 vurulsun. B1'i çıxardan möhtəzə xaricdən Q üstə 6 çıx 1 bərabərdə 18. Deməli bərabərdə 18'ə. Buradan da bu sürətə bax, bu ifadəyə baxsaq elə. Bu ifadə bu sürətdəki ifadədir. Tək-tək tapmaq ehtiyac yoxdur. Onsa 7 üstə 6-nı hesablamaq çətindir. Bu sürətin yerinə gətirib bu verilən ifadəni yazsaq 18 bölünsün. Q'nun yerinə də 7 çıx 1. Bu da eləyəcək 18'i 6'ya böləndə 3. C variantı. Keçirəm 41-ci suala. Deməli 41. 41'də deyir ki 1 bölü kök 2 1 bölü kök 2 sonsuz həndə seçilən cəmin tapın. Sonsuz həndə seçilə. Sonsuz dediyinə görə S bərabərdir. B1 bölünsün 1 minus gödüsünü istifadə edərik. Burada B1'imiz 1'dir. B2'miz 1 bölü kök 2'dir. Onda Q'nu tapsam Q bərabərdir. B2 böl B1'ə 1 böl kök 2 böl 1'ə. O da elə bizə verir 1 böl kök 2'nə. Deməli Q'müz də 1 böl kök 2'nə. Aha, Q var, B1 var. Gətirib hesablayaq. Deməli Q'müz də olmuşdu 1 böl kök 2. S bərabərdir. B1 1 bölünsün 1 minus 1 böl kök 2. Bu da 1 bölünsün kök 2'də kök 2 çıx 1. Sürət məxrəcini kök 2'yə vursam olur kök 2 bölünsün kök 2 minus 1 və kök 2 plus 1'ə vursaq məxrəcə 1 kök 2 vurulsun kök 2 plus 1. Bu da olacaq 2 plus kök 2. C variantı. Gələk 42-ci suala. 42-ci sualda deyir ki, düslə belə həndə seçilən ikinci həddini tapın. Yəni bizdən B2-ni istəyir. B2'nin düsturu bərabərdir S2 çıx S1. Bu həndə silsilədə də var idi, ədədi silsilədə də var. Var idi daha doğrusu arzılıqda da var idi. BN bərabər idi SN çıxılsın SN minus 1. O düstur. İndi burada da ikinci həddini istəyir. B2 bərabərdir S2 çıx S1. S1 demişdik ki, burada da elə B1'ə bərabərdir. Ədədi silsilədə də S1 A1'ə bərabər idi. Burada da elə B1'ə bərabərdir. Aha. S1'i tapsam 3 çıxılsın 3'ün üstündə 1 çıx 1. Bu da 3 çıx 3 də 0. O da eləyir 2. Deməli B1'im oldu 2. S1. Sonra bizə olsa B1 lazım deyil. İkinci hədd lazımdır. B2 lazımdır. Və tapıram S2'ni. S2 bərabərdir. S2'nin yerinə də 3 çıxılsın 3'ün üstə 1 çıx 2. O da 3 çıx 3'ün üstünə mənfi 1. Yəni 3 çıx 3'də 1. Bu da eləyir 2 tam 3'də 2. S2 də oldu 2 tam 3'də 2. Bu hissəni demək S1'i neçə tapmışdıq? S1'i 2 tapmışdıq. S1'i də 2 tapmışdıq. Yazıram. S2'mizin yerinə 2 tam 3'də 2 çıxılsın S1'in yerinə də 2. Bu da eləyir 3'də 2 ilə. Yəni C variantı 42-ci sualda da oldu C. Gələk 43-cü suala. Həndə sizə ikinci həddi B2 bərabərdir 5. Olarsa ilk 3 həddin hasilini tapın. B1, B2, B3. Buradan da bayaqki kimi B1, B3 hasili bizə B2'nin kvadratını verir. Yazsaq B2'nin kvadratı vur B2. O da olur B2'nin kubu
B2'miz 5 idi, 5'in kubu 125. Sonra 44-cü suala baxıram. 44-cü sualda deyir ki, həndə sizə ikinci əddir, yəni B2 bərabərdir 3 olarsa, ilk 3 ədin hasilini tapın. B1, B2, B3 hasilini tapın. Yenə B1, B3-ün yenə B2-nin kvadratı yazsaq, B2-nin kvadratı vur B2. O da olacaq, deməli, o da olacaq ki, B2-nin kubu. B2-miz 3 deyə 3-ün kubu olacaq 27. Bəndə gəldim 45-ci suala. Deməli, 45-ci suala. Deyir ki, 729-da 2 ədədi, 2, 3-də 2 həndəsinin neçənci həddidir? Deməli, bunu bilmirik neçənci həddir. Ona yazıram BN bərabərdir 729-da 2. Deməli, nəyi tapmalı? N tapmalı. Görə bu neçənci həddə bərabər. Həndəsizlə birinci hədd 2-dir, ikinci həddi 3-də 2-dir, 3-də 2. Q'sunu tapsam, Q bərabərdir. B2 böl B1-ə, B2-miz 2, daha doğrusu, B2-miz 3-də 2 böl B1-miz 2. Bu da eləyəcək 3-də 1. Deməli, Q'miz 3-də 1-dir. Gələk B-nin düsturunu tətbiq eləyək. B-nin düsturu necə idi? B-nin bərabərdir. B1 vurulsun Q'nun üstə N çıx 1. B-nin yerinə 729-da 2 bərabərdir. B1, yəni 2-yə vurulsun Q, yəni 3-də 1-in üstündə N çıx 1. Bunu hesablayıram. Bu da bərabərdir bizə. Deməli, 729-da 2 bərabərdir. 2 vurulsun 3-də 1-in üstə N çıx 1. Bu ikilər gedir. 729-da 3-ün üstə 6 deməkdir. Daha doğrusu, 729-da 1 burada qaldı. Biraz da sadə şəkildə yazım. 729-da 1 bərabərdir 3-də 1-in üstündə N-1. Bizə 243-ün 729 3-də 1-in üstünə 6 deməkdir. Bərabərdir 3-də 1-in üstündə N-1. N əsasda neyinsə qüvvətlər bərabər olmalıdır. Buradan da N bərabərdir 7-yə. Deməli, 7-ci həddidir. Gəlirəm 46-cı suala. 46-cı sualda da deyir, cəmi tapın. 4, üstəgəl 4-də 1, üstəgəl 8-də 1, üstəgəl 16-da 1. Bunu cəmə baxsaq, yenə necə silsilədir? Sonsuz azalan həndəsi silsilədir. Və buradan B1-imiz olur bizim 4, birinci hədd, ikinci həddimiz 4-də 1. Q'müz də olacaq B2 böl B1. 4-də 1 böl 4 olur 16-da 1. Bir saniye. Burada 16'da 1. Burada bir dənə şərt var ki, aslında burada 4'ü çıxarsa, məsələn 4'ü 16'da 1'ə vuranda 4'də 1 eləyir. Amma 4'də 1'i 16'da 1'ə vuranda 8'də 1 eləmir. Ona görə burada silsilə başlayır buradan sonra. Baxın 4'ü ayırıram. Çünki 4'ü 16'da 1'ə vuranda 4'də 1 eləyir. Amma 4'də 1'i 16'da 1'ə vuranda 64'də 1 eləyir. 8'də 1 eləmir. Öncə burada diqqət eləmək lazımdır. Çox vaxt elə bu tam hissə kənarda qalır. Tamdan sonraki olan hissəni götürün həmişə. Onda B1'im olur 4'də 1. B2'm olur 8'də 1. Q'm olur B2 böl B1, yəni 8'də 1 böl 4'də 1. Bu da 2'də 1. Deməli, Q'nu tapdım, yazıram. Bu hissəni silirəm. Q'm da oldu 2'də 1. Aha. Bu isə dedik necə silsilədir? Sonsuz azalan həndəs silsilədir. Deməli, mən 4'ün üstünə gələcəm S-i. S də bu hissənin cəmidir. 4 üstəgəl S-i də yenə yazıram. B1 böl 1 minus Q. O da bərabər 4 üstəgəl B1'in yerinə 4'də 1 bölünsün 1 minus 2'də 1. O da deyəcək 4 üstəgəl 4'də 1 böl 2'də 1. O da deyəcək 4,5. Yəni B variantı. Keçirəm 47-ci suala.
47-ci sual. Burada yenə eyni düstur, eyni qayda. 4-də 1, 8-də 1. Yenə sonsuzluqla həndəsi hissədir. Tam olan hissədən ayıran bu hissə. Bu hissə bizim sonsuzluqla həndəsi hissəmizdir. Demək, cəmi hissəyə nəyi tapmalıyıq? 2 üstəgəl s-i tapmalıyıq. Yəni 2 qarşıda vardı. Bu da sonsuzluqla həndəsilərin cəmi düsturu. Bu da 2 üstəgəl s-in yerinə b1 bölü 1 minus q. b1'imiz bizim 2'də 1'dir. b2'miz bizim 4'də 1'dir. Q'müz də b2 bölü b1 4'də 1 bölü 2'də 1. O deyir 2'də 1. Deməli, Q'nu da tapdıq 2'də 1. Q da 2'də 1'dirsə, yazıram buradan 2 üstəgəl 2 üstəgəl. B1'in yerinə nə yazacağım? 2'də 1 bölünsün. Q'nun yerinə də 2'də 1. Həm B1'im 2'də 1, həm Q'm. 1 minus 2'də 1. O da bərabər 2 üstəgəl 2'də 1 bölü 2'də 1. Bunlar gedir. Olacaq 3. D variantı. 47'də D variantı. Gəldim 48-ci suala. 48. Həndəsi silsilələri. Hədləri müsbət olan həndəsi silsilənin, daha doğrusu silsilədə B3 9, B5 36 olarsa, sizə ilk 5 həddin cəmini soruşur, yəni S5-i. S5. S5'in düsturu B1 vursun Q üstə N çıx 1 böl Q çıx 1. O da B1 vurulsun Q'nun üstə 5 çıx 1 bölsün Q çıx 1. Deməli, bizə Q və B1 lazımdır. Buradan nə edə bilərik? Bu verilən ifadələrin B1 tapıram və Q'nu tapıram. B5 bərabər B3 vur Q'nun kvadratına. 36 bərabərdir 9 vur Q'nun kvadratına. Q bərabərdir müsbət mənfi 2-yə. İndi burada hədlərin müsbət dediyinə görə, deməli biz Q'nun hansı qiymətini götürəcəyik? Q'nun 2 qiymətini götürəcəyik. Q'nun 2. Q'nu tapdıq 2. Q'müz 2-dirsə, yəni gətirib B1-i tapaq. B3 bərabərdir B1 vur Q'nun kvadratına. Q'nu 2 tapmışam. Q'nu yazıram buradan. Q bərabərdir 2-yə. İndi B3'ün qiyməti 9 bərabərdir B1 vurulsun Q'nun yerinə 2'nin kvadratı. Bu da B1 bərabərdir 9 bölsün 4. B1'i də tapdım 9 böl 4. Bu da 9 böl 4. Bunu da yazdıq. Gətir düsturda yerinə yazıq hamısını. Bərabərdir. B1'in yerinə 4'də 9 vurulsun. Q'nun yerinə 2 üstə 5 çıx 1 bölünsün 2 çıx 1. Məxrəc bizə 1'i verir. O görə yazmıram. 4'də 9 var. 2 üstə 5 32 verir. 1 çıxanda olur 31. Bu da eləyir 4'də 9 279. Bunu da 4'ə böləndə deməli 6 dəfə 39 dəfə 4'də 3 69 tam 4'də 3. B variantı. Keçəməm 49-cu suala. 49 da eyni bu sualdandır. Burada da sadəcə ədədlər fərqlidir. Yenə B3, B5 var. Bunu da yazmıram. 50-ci suala yazıram. 50-ci sualda deyir ki, B7 böl B3 bərabərdir 4'də, B2 bərabərdir 3 olarsa B4'ü tapın. B4'ü tapın. B4'ü yaza bilərəm B2 vurulsun Q'nun kvadratı kimi. B2 var deyə. Demək, bizə nə lazımdır? Q lazımdır. Bu ifadəni yazıram. B7 böl B3. B7'nin yerinə yazıram. B3 vur Q üstə 4. Bölünsün B3 bərabərdir 4'ə. Bunlar gedir. Q üstə 4 bərabərdir 4'ə. Q bərabər 4'ün üzərindən 4'ü 2'nin kvadratı kimi modeli kök 2. Q'nu tapdım kök 2. Gətirib yerinə yazsam. B2'nin yerinə 3 vur kök 2'nin kvadratı. Bu da eləyəcək 6. Yəni D variantı. 50-ci sualda da olur D variantı.